Bu videoda mən valideynlərə müraciət edirəm. Kimlər istəyir psixoloji sağlam, özgüvənli, nailiyyətləri ilə seçilən övlad böyütmək. Kim istəyir ki, onun övladı özünü layiq bilsin həyatın ən gözəl şeylərinə, həyatın gözəlliklərinə, həyatın bütün verdiyi nemətlərinə. Qorxuların içində, utanclığın içində gizlənməyən övlad böyütmək bu valideynin məsuliyyətidir. Bizi uşaqlıqda hamımızı aldadırdılar. Nə vaxt hansısa uğursuzluqlarını bağlayırdılar bizə. Uşaqlıqda deyirdilər, sənə görə oldu, sənin əlin topaldı, sənin işin daşdan çıxır, yox bunu olmaz, onu olmaz, get flankəsi öp, sən məni biabır edirsən və s. Və biz böyüdük və indi öz travmalarımızı sağaltmaqla məşğuluq. Əgər sən öz övladıva qənaət etmək istəyirsən, əgər öz övladıva ən yaxşılıq etmək istəyirsənsə, mütləq danışıqlarına və uşağa nəyi ötürdüyünə fikir verməlisən. Və bu videoda mən sizinlə bir neçə məqamları paylaşacağam və ümid varam ki, bunları öz tərbiyə üsulunuzda tətbiq edəcəksiniz. Deməli, uşaqlar hər şeyə inanır. Biz onlara nəsə deyirik və onlar bunu başlayırlar plonkaya sanki yazmağa. Uşaqların dünyası ilk növbədə bizdən ibarətdir və sonra onlar evdən bayıra çıxanda artıq burada o bağlı ortamda nəyi qubqa kimi özlərinə çəkiblər, sonra bunu ifadə edirlər dünyaya. Dünya, həyat bu uşaqlar üçün valideyn necə yanaşırdısa, dünya, həyat da onlara bu cürə yanaşacaq. Və əgər sən öz uşağında həmin o toxumlar səpsən, harda sən layiqsən, sən uğurlusan, səndə hər şey alınır, gəl birlikdə baxaq, edək, maraq əgər varsa, sonra da görəcəksiniz ki, sizin uşaqlarınızın işləri daha asan alınır, o özünü daha sərbəst hiss edir, özünü ifadə etməyə bacarır insanlar içində və ümumiyyətlə dünyaya. Baxın, uşaq bu uşaqdır. O çox şeyi anlamır, o çox şeyi bacarmır. O bizə baxır və bizdən öyrənir. Nəyi biz onlara öyrətməliyik? Birincisi, hər zaman ona o ən yaxşısına layiq olduğunu, ismaricini göndərmək lazımdır. Misal üçün, ən gözəl hissəni mən sənə verirəm. Çünki sən buna layiqsən. Çünki yaxşı ki, sən mənim uşağımsan. Mən çox xoşbəxtəm ki, sən mənim uşağımsan. Lap harasa gedəndə dükana falan imkan yoxdur əgər nəsə almağa, bunu da ona maddi tərəfini izah etməklə bildirmək lazımdır ki, yəni maddi tərəfə görə mən bunu edə bilmirəm indi, ola bilsin sonradan biz bunu edərik. Ya da ki, gəl, sən əgər falan şey istəyirsənsə, gəl mən yavaş-yavaş sənə pul verim, sən də o pulu yığ və sonra biz sənə atışıb birlikdə bunu ala bilərik. Bu üsulla uşaqda yaranır maliyyə mədəniyyəti. Artıq o pulu belə səpələmir, çünki o pul onun cibində yoxdur və o hələ ki tam anlamır o pulun dəyərini. Amma nə vaxt pul gəldi ona və artıq o seçim edir, nəyi alım, nəyi almayım, götür qoy etməyə başlayır və həmin zaman çox lazımlı, çox güvənli bir fundament uşaqda yaranır. Artıq o pula
başlayır sağlam və normal yanaşmağa. Ay bizim pulumuz yoxdur, sənin atan belədir, ay falan şey belədir və s. Bunlar hamısı ümidvaram keçmişdə qaldı və indi bunları tətbiq edən yoxdur. Əgər varsa qızlar, bunu etməyin, çünki bu yoldaş ilk növbədə sizin seçiminizdir. Şuurlu ya şuursuz, öz iradənizlə ya yox, bu sizin yoldaşınızdır ilk növbədə və siz bu insandan uşaq dünyaya gətirmişsiniz. Bu uşağın buna görə heç bir günahı yoxdur. Bunu anlamaq, qəbul etmək çətin olsa da, uşaqların bunda məsuliyyəti yoxdur. Sonra uşağa möcüzələrə inanmaq, şəraiti yaratmaq. Misal üçün, bugün işlərim alındı, çünki sən mənimləydin. Ya da ki, səhər tam səninlə nəsə danışdıq və bilirsən, necə xoş günüm keçdi. Gəlirsən harasa parkovkada yer tapırsan, wow, bu yer buradaydı, çünki sən mənimləydin. Sənsiz gəlsəydim, saatlarla yer axtaracaqdım. Ya da ki, saatlarla restoranda yer gözləyəcəkdim. Və burada, uşaqda həmin o sanki mən uğurluyam, mənə görədir hissi yarandıqda, o böyüyəndə ona daha asan biletlər düşür, suallar düşür, müəllimlərlə artıq o müəllimlərdən qorxmur. O özünü daha uğurlu hiss edir. Bu hiss heç nə ilə bənzəməz, heç bir şeylə bənzənməz. Bunu illərlə biz böyük halımızda öz içimizdə yarada bilərik, o da tam heç olmayacaq. Amma nə vaxt o uşaqlıqdan yaranır, nə vaxt uşaqlıqdan bunu yeridirlər beyinə, o zaman bu tamamilə fərqli bir effekt verir. Və bundan əlavə uşağı dəstəkləmək. Uşaq mənə çox yaxşı aydındır ki, hər gün bir şey istəyə bilir. Uşağın maraqları hər an dəyişilə bilər, qaça bilər, o fikrini dəyişdirə bilər və əslində bu normaldır. Bizə uşaqlıqda deyirdilər ki, biz bir işlə məşğul olmalıyıq. Niyə görə? Çünki özləri 30 illərlə, 40 illərlə, 50 illərlə eyni işdə, eyni vəzifədə, eyni kabinetdə, eyni insanlarla işləyə qalırdılar. Bu inkişaf deyil, bu degradasiyadır və bu insanlar xoşbəxt deyirlər. Bu insanlar sadəcə bu həyatın, bu dünyanın massanı təqdim edirlər. Onlar massadan biri. Amma o insanlar kim dəyişdirir, kim sınıyır, kim baxır, kim özünü atır harasa və cəhd edir, o insanlar dünyanı da daha yaxşı tanıyırlar, özlərini daha yaxşı tanıyırlar, daha yaxşı bilirlər həyatdan nə istəyirlər və böyük artıq formada uğur qazana bilirlər. Buna görə də nə vaxt uşağın nəyəsə marağı varsa, onu dəstəkləmək, bəli, gəl sınıyaq, gəl onu sınıyaq, gəl bunu sınıyaq. Maraqlıdır, istəyirsən, gəl edək. Bəlkə də o sizdən istəyəcək hansısa baxalı bir kurslara yazılmaq ya da ki, nəyəsə. Baxın, seçin, bəlkə sınaqlar var, bəlkə hansısa təzə ucuzlu bir şey ala bilərsiniz, o sınasın və sonra bəlkə də daha irəli getsin. Misal sizə gətirəcəm. Mən indi pianino dərslərinə başlamışam. Mənim həyatımda ilk dəfə idi belə təcrübə. Heç vaxt musiqi ilə məşğul olmamışam. Və müəllimgildə əlbəttə ki, normal fortepiano, pianino var və biz orada çalışırıq. Və mən düşündüm ki, evə də almalıyam. Çünki biri var, mən həftədə bir dəfə, 2 dəfə harasa gelirim. Biri də var, evimdə var və mən yenidən çalışa bilərəm. Gedib musiqi alətini alanda orada bir həm onların dükanıdır, həm o satıcıdır, həm də özü ifa edəndir və s. Və əlbəttə ki, mən istəyərdim ki, özümə 1000 manatlıq gözəl bir klaviatura alım və çox super olsun. Amma eyni zamanda da ağlımla anlayıram ki, bu mənim üçün yeni bir şeydir.
və bəlkə də indi dövr belədir ki, mənim buna marağım var. Sonra buna qarşı marağım olmaya bilər. Və biz belə danışıq əsnasında o mənə məsləhət gördü, al balaca klaviatura. Sənə nə lazımdır? İndi barmaqlar qoymaq, notları oxumaq, hiss etmək, çalmaq. Al balaca bir şey, al baxalı olmayan bir şey. Sonra əgər marağın artarsa və telefonuma baxır, deyir ki, iPhone işlədirsənsə, yəqin onu da özünə ala bilərsən. Amma özünü təzə həmin o məsuliyyətlə ki, ayda o boyda pul vermişəm, yox, mən mütləq bununla məşğul olmalıyam, yükləmə. Və eyni zamanda biz uşaqlarla da bunu müzakirə edib razılaşırıq ki, gəl birinci bununla başlayaq, okey, əgər yaxşı olarsa, sənə dünyalar qurbandır, hər bir şey mən sənə alacam, verəcəm, tək ki, sən məşğul ol. Uşaq yenidən burada maliyyə mədəniyyətinə öyrənir, dəyərini anlamağa başlayır. Çünki əgər bugün onu istəyirəm, sabah onu istəyirəm və hər şey ala budur sənə, artıq o dəyər itir, artıq o özünü itirir və anlamır o nəyi etmək istəyir, nə ilə məşğul olmaq istəyir. Eyni zamanda da həmin üsulla o anlaya bilər nə onluqdur, nə onluq deyil. Misal üçün eyni mövzu hansısa alətdə çaldı, gördü ki, onun buna marağı yoxdur. Mən istəmirəm bununla məşğul olmağa. Belə də bu bitəcək, bu belə də bağlanacaq. Sonra Lalafoda ya da ki, hardasa onu sata bilərsiniz. Ya da ki, tam rəssamlıqla məşğul olmaq istəyir. Yenə də verdiniz, nəsə o elədi. Yəni ki, tək ki, o özünü sınasın. Çox vaxtı valideynlər sonra başlayırlar ki, hər şeyi yarımçıq qoyursan, səndə həmişə hər şeyi sona qədər çatdırmırsan. Həmişə hər şey biz ümumiləşdirəndə biz uşağın beyninə yeridirik həmin o inancı ki, həmişə hər şey, bir dəfə nəsə olanda deməli həmişə hər şey belə olacaq. Halbuki bu belə deyil. Halbuki o özünü təzə kəşf edir. O dünyanı təzə kəşf edir və əlbəttə ki, onun dadına baxmasan, onu sınamasan, necə bilə bilərsən ki, sənə uyğundur. Yemək də eyni. Yeni yeməyin dadına baxmasan, sən bilə bilmərsən, bu sənin ağız dadına uyğundur, yoxsa yox. Və sonra sən demək ki, sən dadına baxdın, axıra kimi bunu mütləq yeməlisən, nə dərəcədə ədalətlidir. Və burada əsas məsələ bu sonsuz sevgi, təmannasız sevgi, şərtsiz sevgi verməkdir. O uşaqlar kim bilir ki, onlar istəkli uşaq idilər. Yəni ki, mən səni istəyib dünyaya gətirmiş, mən sırf səni istəyirdim, mən səni xəyallarımda canlandırırdım, mən səni gözləyirdim. Gözləyirdim ki, sən gələsən, mənim həyatımı işıqlandırasan, mənimlə atanın həyatını işıqlandırasan, səninlə bütün bizim işlərimiz yaxşı getdi, səninlə bütün bizdə xoşbəxtlik yarandı və həyatımız tam super oldu. Bəli, bəlkə də bu belə deyil. Amma bu uşaqla bağlı deyil. Ola bilsin, siz belə hiss etmirsiniz, amma bu sırf sizin hissinizdir. Və sizdə bu dəqiqə seçim var. Bunu uşağa ötürmək, öz problemlərinizi, öz komplekslərinizi, öz hansısa qorxularınızı uşağa ötürmək, yoxsa fərqli yeni nəsil böyütmək. Harda uşaq gəlir və konkret bilir, nə ona uyğundur, nə ona uyğun deyil. O bilir ki, ona olar, sözün yaxşı mənasında, çünki o layiqdir. O belə, olar falan şey, olar bəhmən şey, olar. O bilir ki, olar. O bilir ki, olar və bu onun bütün o, bilirsiniz, həyata baxışını dəyişdirir və özünü hiss etməyi dəyişdirir. Çünki biz özümüzü daxilən necə hiss ediriksə, biz özümüzü dünyaya da o cürə
ifadə edirik. Kim qorxularla doludursa, onun üstünə o qorxular gəlir. Kim qadağalarla doludursa, onun üstünə qadağalar gəlir və s. Yəni o his ki, sən mənə lazım idin, sən mənim balamsan, mən səni gözlədim və onunla sən hamıdan gözəlsən, sən hamıdan ağıllısan. Heç nə olmaz, bu dəfə alınmadı, deməli növbəti dəfə alınacaq. Bəlkə də sənə bu lazım deyil, deməli sənə başqası lazımdır. Yəni ki, həm pozitiv düşüncəni onun beyninə yeritmək. To, что oy, həmişə sən çətinliklə hər şeyə nail olursan. Necə oldu həmişə? Həmişə necə ola bilər? Əgər neujeli bu uşağın bir dəfə də nəyisə normal alınmadı? Neujeli bu uşaq bir dəfə də normal qaşıq tuta bilmədi? Neujeli bu uşaq bir dəfə də normal söz yaza bilmədi? Bildi. Sadəcə fokus hansısa mənfilərdə qalır. O bizim beynimizin işləridir. Artıq bizdən asılıdır. Bəs biz bunun dalınca gedəcəyik, yoxsa bunlara qadağalar qoyacaq? Okey, bu dəfə alınmadı. Bu dəfə də alınmadı. Deməli, daha yaxşı çalışacaqsın və səndən daha yaxşı alınacaq. Qızlar, nə vaxt biz bu prizmadan yanaşırıq uşağa, inanın ki, sizin uşağınız bu həyatı utdu. O bu həyatda qazandı. Buna əmin ola bilərsiniz. Söhbəti uzatmayacağım. Ümidvaram ki, anlayışlı oldu və əgər əlavə suallarınız varsa, videonun altında qeyd edin. Böyük məmnuniyyətlə yeni videolar çəkəcəm.